Gəlin belə bir sualın izahına baxaq. Deyir ki, kompleks müstəvidə Z1 ədədinə uyğun A nöqtəsi Z1 əslində burada Z2 olmalıdır. Z2 ədədinə uyğun B nöqtəsi verilmişdir. Vektorlar cəminin modulunu tapın. Gəlin bir kompleks müstəvi çəkək və bu verilən nöqtələri qeyd eləyək. Deməli, RZ bura olur İmZ, bura olur İmZ bu şəkildə. Z1-in gəlin deməli koordinatını təyin eləyək. Z1 verilib ki bizə, Z1 bərabərdir 1 plus 2i, 1 plus 2. Deməli, burada həqiqi hissə 1-dir, xəyali hissə 2-dir, bildiyimiz kimi. Deməli, bura olsun 1, bura olsun 2, belə. Deməli, burada Z1 oldu bu, Z1. Həmçində deyir, bu nədir? A nöqtəsidir, bu şəkildə. Z2-dəki, deməli, 3 plus i-dir. Burada da həqiqi hissə 3, xəyali hissə 1-dir. Yəni ki, burada deməli, RZ 3-dür, İmZ-dəki 1-dir. Bax, belə, bu şəkildə. Bu da oldu Z2 və nöqtəni də verib ki, bizə B nöqtəsi. Burada O-dur, mərkəz, deməli, koordinat başlanğıcı. İndi bizə deyir ki, OA vektoru bu şəkildə. Bir də ki, OB vektoru. Bax, belə. Bunların cəminin modulunu tapın. Aha. Deməli, burada A'nın koordinatları nə oldu? 1, 2. B'nin koordinatları nə oldu? B'nin koordinatları 3, 1. Bax, bu şəkildə. İndi bunların cəmi nə olacaq? Bunların cəmi olacaq deməli 3 plus 1, 3 plus 1. Bir də ki 2 plus 1, 2 plus 1. Bu da nə eləyəcək? Bu eləyəcək 4 və 3, 4 və 3. Deməli, indi deyir ki, modulunun cəmini tapın. Modulun cəmi də olacaq kvadrat kök altında 4-ün kvadratı üstə gəlsin 3-ün kvadratı. Bu da eləyir nə? Kvadrat kök altında 25 və bizə verir 5. Deməli, testin düzgün cavabı olacaq 5.